Bəzi tarixçilər türklərin köçəri olmasını xüsusi qeyd edir və bildirirlər ki, bu türklərdə mərkəzləşmiş dövlətin yaranmasına əsas maneə idi. Ancaq Göytürklər köçəri olmasına baxmayaraq onların eyni zamanda oturaq həyat tərzi ilə də tanışlıqları çox geniş yayılır və bu siyasətdə də özünü biruzə verməyə başlayır. Zaman keçdikcə Göytürklər siyasi təşkilatlanma məsələlərində də çox ciddi uğur qazanırlar və bu dövlətin gücünün artmasında çox effektiv təsir göstərir. Sual oluna bilər ki, Göytürklər sadəcə hərbi və iqtisadi cəhətdənmi türk tarixində iz qoyublar? Əlbəttə ki, xeyr. Göytürklər bu kimi üstün cəhətləri ilə eyni zamanda mədəniyyət sahəsində də ciddi uğurlara imza atmağı bacarmışdılar. Xüsusilə Orxon Yenisey abidələri türklərin tarixi, onların mədəni irsi barədə bizə zəngin təcrübələr, zəngin materiallar irs qoymuşdur.